لكل جعلنا منكم شرعة ومنهاجا. Aleykümselam və rəhmətullah. Axı ümumiyyətlə bu kiməsə qulaq asmaq olar və ya kiməsə qulaq asmaq olmaz söhbəti dəbdədir indi. Mod düşüb. Elə bu cəhr və tədil fitnəsi elə budur da. Yəni bunun nəticəsi damısı. Bəs deyəndə ki, cəhr fitnəsi problemdir. Bax bu problemi gətirib çıxardır. Kimlərəsə qulaq asmaq olar, kimlərəsə qulaq asmaq olmaz. İndi mod düşüb. Yəni mən dəfələrlə dərsdə də qeyd etmişəm və yenə də qeyd edirəm. Yəni sən kiməsə qulaq asmaq istəyirsənsə, gedib onu filan kəsdən soruşmursan. Bəs gəlmişəm, filan qardaşa qulaq asmaq olar, olmaz. Yəni sən ondan öş soruşsan ki, kimin öhdəsinə vermişik biz bu məsələni? Kimsə həll eləyir. Yəni kimsə bu məsələyə bizdə kimsə baxır. Problem səndədir. Problem səndədir ki, gedirsən, sən Rəşad haqqında, Abu Zeyd haqqında və Adil haqqında, Muxtar haqqında, Fərman haqqında, kimlərsə haqqında, yəni tələbələrimiz haqqında gedib ondan soruşursan. Hə, filan kəsə Fərmana qulaq asmaq olar, olmaz. Rəşada qulaq asmaq olar, olmaz. Ondan öş soruşsan ki. Yəni bundan gedir söhbət. Yəni məsələni o həll eləyir. O desin də 100 dəfə desin. 100 dəfə desin ki, Rəşada qulaq asmaq olmaz. Abu Zeydə qulaq asmaq olmaz. Nə bilim, filan qardaşa, filan tələbəyə qulaq asmaq olmaz. 100 dəfə desin, o deməkdəndir ki, yəni belə düzgün sən eləmirsən. Yəni biz öz aramızda belə bir adam təyin eləməmişik ki, şəxslər haqqında kimə qulaq asmaq olar, kimə qulaq asmaq olmaz söhbətini filan kəs həll eləyir. O məsələyə o baxır. Hətta gedək ondan soruşuruq. İndi problem budur. Gedib Şeyx İbrahim Ruheyli də ondan soruşuruq. Alimləri də ondan soruşuruq. Hətta görmürsən, Rinat qardaşı, Abu Yahya qardaşı və s. də qardaşların hamısını, istər bizim ölkədə olsun, istər başqa ölkədə olsun, istər alim olsun, istər şeyx olsun, tələbə olsun, bütün qardaşları ondan soruşursan. Niyə? Bax, budur cahillik. Yəni, kimi haqqında nəsə öyrənmək istəyirsənsə, şəxslər haqqında da hamıya aiddir. Gedib ondan soruşursan. Problemdir bu. Yəni, biz onu buna görə təyin eləmişik, buna görə gəlib həyata. Yəni, buna görə yəni biz bunu seçmişik. Sən bu işə, yəni sənin işin budur şəxslər haqqında. Belə heç kim təyin eləməyib, axı. Belə heç kim təyin eləməyib ki, yəni sən də hətta biz narahat olaq. 100 dəfə çıxsın mənə desin ki, Rəşada qulaq asmaq olmaz. Nə bilim, filan qardaşı qulaq asmaq olmaz, çəkindirir. Çəkindirsin də. Yəni, axı, qulaq asmaq söhbəti, qulaq asmamaq söhbəti, vallahi mən etiqad edirəm ki, dəfələrlə də qeyd etmişəm dərslərdə. Nə danışıram, danışdıqlarım. Mən çalışıram, yəni, bütün gücümlə çalışıram ki, Əhlüsünnə və Cəmaə əqidəsini və mənhəcini öyrənim. Və bu öyrəndiyimi cəmaata çatdırım. Amma kim buna qulaq asacaq, necə qulaq asacaq, fayda alacaqmı, fayda almayacaqmı, o ədədlərin sayı, yəni adamların sayı, kütlə, hansı faydalanır, bu Allaha aiddir, qardaş. Bu Allaha aiddir. Fayda verən, qulaq astıran, yəni xeyirli edən sənin danışığın Allahdır. Mən bunu Allahdan umuram və qiyamət günü savabını istəyirəm Allahdan. Mən bunu danışıram. Oturmuşam evimdə danışıram, misal üçün. Və dərs də çıxır. O dərsə nə qədər adam qulaq asacaq, nə qədər adam qulaq asmayacaq, kimsə xeyir alacaqmı o dərsdən, faydalanacaqmı, o dərsin bərəkətli olacaqmı, sayına zadına baxmıram onu mən. Aydındır? Yəni mən belə eləmirəm də, misal üçün, oyda filan kəs məndən çəkindirir, oturdum burada dərd içində. Belə şey yoxdur, qardaş, çəkindirsin də. Yəni o deməklə deyil. Yəni mən cəhd edirəm buna, yəni bunun üzərində çalışıram ki, Əhlüsünnə və Cəmaə əqidəsini öyrənim və mənhəcini və bütün üsullarını və bunu danışım cəmaata. Eyni anda da və bunu danışım. Danışandan sonra o qiyamət günü aşkar olacaq. Yəni bilinəcək ki, nəyə görə danışmışam? Özümü göstərmək üçünmü danışmışam? Riya mı etmişəm? Yəni, təkəbbürlük mü etmişəm? Və s. bu şeylər var ha. Yəni bu şeylər qiyamət günü aşkar olacaq. O ki qaldı bərəkət söhbətinə, o danışığın xeyri, bərəkəti, nə qədər olacaq, sayı, az adam qulaq asacaq, çox adam qulaq asacaq. Bu Allaha aiddir. Allah Taala istəyəcək, bütün hamısı qulaq asacaq. İstəməyəcək, heç kimsə qulaq asmayacaq. Kiminsə çəkindirməklə deyil. İndi o söhbət deyil, qardaş. O qutarıb o söhbət. Yəni mən, yəni ittiham olunur. Məsələn, qeyd edim. İndi deyirlər Şeyx İbrahim Ruhi ilə bağlı adamsan, ona görə hələ ki ehtiyatlı insansın. Yəni səndən ehtiyat etməliyik biz.
Yəni sən Şeyx İbrahim Ruheyli bağlı adamsan. Yəni səndə problem var. Sən Ruheyliçisən. Yəni belə ifadə səhih olsa deyək ki, sən Ruheyliçisən. Yəni sən hələm aydın deyilsən bizə. Çəkin, ehtiyat edin. Yəni Rəşaddan ehtiyat edin, hələ qulaq asmayın. Subhanallah. Mən buna görə çəkindirilmişəmsə, yəni İbrahim Ruheyli bağlı olduğum üçün də, yəni buna görə oldu da, yəni başqa nə oldu ki? Yəni bir ad qoy da, bir ad var idi, onu da qoymusan. İbrahim Ruheyli qulaq as, bağlıyam ona görə, hə? Mən o adamın, o qardaşın özü də bilir ki, və bilməyənlərə də buradan yenə çatdırıram ki, hamı bilsin, mən Şeyx İbrahim Ruheyli 2003-cü ildən qulaq asıram. Allah şahiddir buna. 2003-cü ildən və bunu ətrafımda olan qardaşların hamısı da bilir. 2003, 2004, 2005 ta bu günə ki 12 ildir qardaş. Mən 12 ildir Şeyx İbrahim Ruheyli qulaq asıram. 12 ildir. Və dəvətə başlayanda da mən nə öyrənmişəm, yəni belə deyək 95%. Nə öyrənmişəm? Bütün şeyxlərin dərsləri, yəni o Şeyx İbrahim Ruheylinin dərslərindən faydalanmışam. Yəni bütün hər şey ondan öyrənmişəm. Fiqh, əqidə, mənhəc, üsul, nə bilim, hədis elmi nə bilirəmsə, özüm öyrənmişəmsə elm kimi, Şeyx İbrahim Ruheyli səbəb olub. Yəni onun bütün dərslərini bu günə qədər izləmişəm ta 2003-cü ildən, yəni bu günə kimi, hal-hazırda kimi. Yəni nə oldu? Yəni mən dünən danışanda, yaxşı olanda, yəni 4-5 ay bundan qabaq danışırdım bara, illər bundan qabaq. Yaxşı idim da. Mən onda da yəni İbrahim Ruheylidən öyrənirdim hər şeyi. Və mən açıq etiraf edirəm. Yəni niyə? Əgər İbrahim Ruheyli ilə bağlıyırsansa, mən onda da yəni danışıqlarım onun danışıqları idi. Mən əqidə dərsləri vermişəm. Hamısı Şeyx İbrahim Ruheylidən almışam. Əqidə, mənhəc, hətta fiqh, hətta təfsir, nə olsa bildiklərim hamısını ondan öyrənmişəm. Və bu günə qədər danışıqlarım da o şeyxdən faydalandığım danışıqlar çatdırıram sizə. Necə oldu? Mən dünənə kimi yaxşı oldum, amində oldum pis. Məgər bu ziddiyyat deyilmi? Gözünü aç bir gör də qardaş, bu ziddiyyat axı. Yəni, əgər İbrahim Ruheyli ilə bağlıysansa, dünən də mənə qulaq asmaq olmazdı da. Yəni, dünənə kimi niyə mən yaxşı idim? Mən Şeyx İbrahimə bağlı, indi bağlı olmuşam. Qardaş, 2003-cü ildən bağlıyam. 2003-cü ildən. Bilirsən özündə. Bilir ətrafımda olan qardaşlar, tələbələri hamısı. Görüşürəm, ünsiyyətim var. Yəni, əlaqəm var. Bilir bunu hamı. Və sevinirəm də. Yəni, tələbə alimə bağlı olar da. Yəni, tələbə şeyxlərə bağlı olar. Yəni, mən kimə bağlanmalıyam ki? Yəni, tələbə, elm tələbəsi, alimə bağlı olar. Və mənim bu bağlılığım indi çıxmadı. 2003-cü ildəndir, 12 ildir qardaş. 12 ildir mən bundan faydalanıram. Yəni, dünənə kimi yaxşı idim. İndi pis oldum. Deyir, Şeyx İbrahimə bağlıdır. Dünənə bağlıydın. Və sən deyirdin, dünənə qulaq asmaq olar. Faydalanmaq olar, çəkindirmirdin. Əksinə, həvəsləndirirdi ki, məndən öyrənsinlər. Mənə qulaq assınlar. Faydalıdır, qardaşımızdır, qulaq as ona. Mən onda da Şeyx İbrahimə bağlıydım. Nə dəyişdi? Yəni, mən demək istəyirəm ki, əxib, dəyişməmişəm. Vallahi, billahi dəyişməmişəm. Eyni Rəşad, eyni tələbə davam edirəm. Yenə də qulaq asıram alimə, Şeyx İbrahim Ruheyliyə və öyrəndiklərimi çatdırıram. Necə ki, yəni neçə illər də eləyirəm. Yəni, mən demirəm, 12 ildir dərs verirəm. Yox. Yəni, 3-4 ildir, 4-5 ildir, 6-7 ildir. Yəni, 2007-ci ildən, 2008-ci ildən dərs verməyə başlamışam. Lakin mən dərs verməyə başlamamışdan qabaq öyrəndiklərim var, ha. 2003-cü ildən öyrənim Şeyx İbrahim Ruheylidən. Və ta bu günə kimi nə dərsi var, hamısını izləyirəm, bildiklərimi danışıram. Yığıram, danışıram. Belə. Yəni, məni niyə Şeyx İbrahimlə bağlıyım? Mən dəyişməmişəm. Eyni Rəşad, eyni sözləri danışıram. Dəyişən sizsiz. Bax, bundan gedir söhbət. Yəni, mən dəyişmişəm. Niyə? Şeyx İbrahimə bağlanmışam. Bağlıydım da 12 ildir. 12 ildir bağlıyam. Bundan gedir söhbət. Dəyişməmişəm axı mən. Eyni üsulda dəvət edirəm. Sən dəyişmisən. Siz dəyişmisiniz. Bax, bundan gedir söhbət. Ona görə kimə qulaq asmaq olar, kimə qulaq asmaq... Heç kim məcbur eləmir heç kim, qardaş. Sən məni, başqasını və ya hansısa bir sıravi müsəlmanı deyə bilmərsən, boynuna qoya bilmərsən ki, filan qardaşı qulaq asma. O istəsə asacaq qulaq. Sən sadəcə olaraq deyirsən. Sən deyirsən və salam. Heç kimi məcbur...
edə bilmərsən sən. Və cəmaət yəni hər şeyi görür, bilir hər şeyi. Kim salamatdır, Allah Taala o salamatı, o düzgün əqidə sahibini o insanların qəlbinə salacaq. Mən buna etiqad edirəm, əxi. Mən buna etiqad edirəm. Dəfələrlə qeyd etmişəm. Etiqad edirəm. Salamat insanı, hansı ki əhl-i-sünnə və cəmaət əqidəsində, mənhəcindədir. Onu Allah Taala insanların qəlbinə salacaq, sevdirəcək və insanlar ona qulaq asacaq. Sən nə desən də, nə deməsən, çəkindirsən də, çəkindirməsən də. Aydındır? Bundan yer söhbət. Yəni indi elə adamlar çıxıb ki, ortalığa, başqa ölkələrdən. Güya bu tələbədir. Soruşanda ondan deyir, qulaq asmaq olar, sələfidir. Şeyx İbrahim Ruheyli qulaq asmaq olmaz, hə? Vallahi, billahi, bilənlər bilirlər ki, bu günə qədər Şeyx İbrahim Ruheyli, bu günə qədər, daha doğrusu, dünənə qədər Şeyx İbrahim Ruheyli özləri faydalanırdılar. İbn Teymiyyə adını vermişdilər, ləqəb kimi. Yəni, kiçik İbn Teymiyədir yer üzündə. Bütün hər şey siz də ondan öyrənirdiniz. Əksər Mədinə tələbələri müəllimi olub, əqidə, mütəxəssisdir əqidə üzrə. Yəni yatsam yuxuma girməzdi ki, bir vaxt, yəni o vaxtı, subhanallah, mənə deyilsəydi ki, bir vaxt oyanacaqsan, sən deyiləcək ki, Şeyx İbrahim Ruheyliyə qulaq asmaq olmaz. İnanmazdım, yuxuma girməzdi heç. Yəni sən dəyişmirsən, mən eyni adamam, eyni şeyxdən faydalanıram və onunla yanaşı bütün alimlərdən. Sadəcə olaraq hər tələbənin, belə deyək, yəni tələbənin meyl etdiyi, yəni daha çox sıx olduğu alim olur. Məndə də Şeyx İbrahim Ruheylidir. Təbii ki, mən böyük alimlərdən də faydalanmışam. Əksər məsələlərdə, lakin buna daha çox bağlı olmuşam. Yəni bundan daha çox istifadə eləmişəm. Bu qəbahət deyil, hamı da elədi. Aydındır? Mən dəyişməmişəm, eyni adamam. Qulaq asmaq olmaz. Qulaq asmaq olar, olmaz söhbətini mənə izah elədim, qardaş. Allah subhanahu və teala kimin qəlbinə, yəni sən, yəni bəs edər ki, kifayət edər ki, bunu əzbəri, kifayət edər ki, Allah yanında əhl-i-sünnə olasan, düzgün əqidə sahibi olasan və mənhəc sahibi olasan, düzgün yolda olasan, bir dəvətçi kimi, yəni tələbə kimi və sən dalı, arxası sənlik deyil. Allah Taala səni sevdirir insanlara və insanlar səndən faydalanırlar. Heç sən bilmirsən hansı ölkədə, hansı şəhərdə, kim səndən necə, nə təhər faydalanır. Bilmirsən sən. Bu Allaha aiddir. Allah eləyir bunu. Sadəcə bəs edər ki, sən Allahla səmimi olasan, Allahla sadiq olasan. Tələbə xüsusən sadiq olmalıdır Allahdan. Sən sadiq olursan Allahla, dərs verirsən, qalanı sənlik deyil. Qulaq asacaqlar, kim asmayacaq, sənlik deyil. Hətta Allah Taala insanlara səni sevdirsə və səni sözlərim onlara faydalı etsə var, vallahi 100 dənə belə insanlar çıxıb desə ki, Rəşaddan çəkinin, qulaq asmayın ona və ya Abu Zeyddən çəkinin, Adildən çəkinin, falan qardaşdan çəkinin. Allah Taala onları sevdiribsə insanlara, onların sözlərini onun üçün bərəkətli edibsə, o sözlər o cəmaata təsir eləməyəcək. Vallahi eləməyəcək. Heç kim məhəl qoymayacaq buna. Necə ki, indi də qoymurlar. Bəs edər ki, sən salamat olasan. Sən əqidən, əhl-i-sünnə və cəmaənin, sələf-i salihin yolunu bəyan edəsən, düzgün şəkildə və Allahla səmimi olasan, sadiq olasan, qalan şey sənlik deyil. O fitnələrə düşənlər qəlbində zeyğ olanlardır. Fələmmə zəğu, elə ki onlar azdılar, Allah da onları azdırdı. Yəni Allah Taala qəlblərdə zeyğin olmasını isbat edir. Qəlblərdə əyrilik var. O adam məni, sən demə qabaqca da istəmirmiş. Bu söz ona təkan oldu. Rəşada qulaq asmaq olmaz, Abu Zeydə qulaq asmaq olmaz. Bu ürəyincə oldu. Aydındır? Qəlbində zeyğin olmasını Allah subhanahu və teala isbat edib öz kitabında. Və bundan yeri söhbət. Yəni Allahdan istəyirəm ki, eşidənlər üçün faydalı etsin.